Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulillahil emin. Ve alihi tayyibine tahirinel ma'sumin. Ve la'nu daimu ala a'daihim ecma'in. Biz sonuncu dərsimizdə Maliki Yevmiddin ayəsində qalmışıq və inşallah Teala bu dərsimizdə bu ayənin haqqında digər məsələləri qeyd edirik. Burada insanların bəzisinin zehninə belə bir sual gələ bilər ki, niyə görə məsələn bir ayə üzərində bəzən 2 dərs, bəzən 3 dərs qalırıq? Bunun cavabı bundan ibarətdir ki, biz birinci dərsdə qeyd etdiyimiz kimi bir təfsir kitabından istifadə etmirik. Bir çox təfsir kitablarından istifadə edirik və hər kitabda da olan hər şeyi demirik. İxtisara müəyyən qədər riayət etməyə çalışırıq. Çünki çox təfsirdən, hamısından hər şey desək, dərslər çox uzanar və yorucu olar. Amma bəzi məsələlər ki, qeyd edirik, hətta 2 dərs, hətta ola bilər 3 dərs, 4 dərs uzun çəksin. Bu ona görədir ki, bəzi məsələlər var ki, onları heyifdir insan eşitməsə, həqiqətən də bu cürdür. Bəzi məsələlər var, insan onları eşitməsə, heyifdir ki, onu eşitməsin və məlumatsız olsun. Ona görə də səbirlə dinləyib və qulaq asmaq faydalıdır. Misal üçün, mən belə bir sual ünvanlayıram ki, biz bilirik ki, Allah Azza və Cəllə müəyyən zamanlarda Peyğəmbərlər də daxil olmaqla müəyyən salih insanlara hakimiyyət əta edib. Bəzi Peyğəmbərlər də daxil olmaqla. Bu Allahın Azza və Cəllə onlara olan, deyək ki, mükafatıdır. Salih əməllərinin müqabilində onlara olan ətasıdır. Yaxşı, bəs zalim şahlar, zalim dövlət başçıları necə? Nəmrudlar olublar, Fironlar olublar, Yezid olub, lənətullah aleyhim əcməin. Bəs onlara əta edilən mülk, hökmranlıq, hakimiyyət də Allahın ətasıdır. Allah onlara əta eləyib yoxsa yox? Bu sual zehnə gələ bilər. Bu dərsə qulaq asmayan insan bu sualdan da, bu sualın cavabından da özünü məhrum etmiş olur. Deməli, ayə nədir? Maliki Yevmiddin, din gününün malikinə. Biz nə dedik? Dedik, Elhamdülillahi Rabbil alemin, bütün həmdlər aləmlərin Rəbbi olan Allah üçündür. Ar-Rahmanir-Rahim, Rəhman və Rəhim, Maliki Yevmiddin, din gününün sahibi ki, Allah sözünün sifətləri burada gəlir. Məlik sifətindən danışırıq. Təsnim kitabında buyurulur ki, deyir, yevm sözü ürfdə qeyd etdik ki, zamandan bir fasilədir. Zamanın bir parçasına, bir hissəsinə deyərlər. İstər az olsun, istər çox olsun. Və həm də qeyd etdik ki, günəşin doğmasından batmasına qədər, tuludanğuruba qədər olan fasiləyə də yevm, gün deyərlər. Qur'an-ı Kərimdə yevm sözü zuhur mənasına da gəlib. Yəni, zuhur, zahir olmaq. O deyirlər, imam inşallah zuhur edər, yəni zahir olar. Qeybdədir, qaibdir, qeybdədir. Zuhur edər, yəni zahir olar. Qur'an-ı Kərimə biz baxanda görürük ki, Qur'an-ı Kərimdə gün sözündən, yevm sözündən məqsəd bir çox Qur'an ayələrində, yəni axirət aləmi nəzərdə tutulur. Məsələn, elə Yevmiddin cümləsindən də bilinir, Maliki Yevmiddin. Din gününün sahibi, yəni axirət gününün sahibi, hesab kitab gününün sahibi. Və yaxud da başqa bir ayə Qur'an-ı Kərimin Əl-Bəqərə surəsinin 8-ci ayəsidir. Allah Azza və Cəllə buyurur, Əuzu billahi minəşşeytanirracim, Bismillahirrahmanirrahim, və minən-nəsi mən yəqulu əmənnə billahi və bil-yevmil əxir, və mə hum bimü'minin. 8-ci ayədə buyurur ki, insanlardan bir dəstə, bəzi insanlar deyərlər ki, biz Allaha və qiyamət gününə iman gətirdik. Əmənnə billah, iman gətirdik Allaha. Və bil yevmil əxir, və axir günə, yəni qiyamət gününə iman gətirdik. Amma bir halda ki, onlara iman gətirməyiblər. Burada gördüyümüz kimi əl-yevmil əxir sözü gəlib. Yevm burada gəlib, sifət də bildirib ona Allah Azza və Cəllə, yəni axırıncı gündür. Yəni nə? Yəni qiyamət günü. Və yaxud da Nəbə surəsi 38-ci ayədə Allah Azza və Cəllə buyurur, deyir, yevmə yəqumur ruhu vəl mələikətu saffən, la yetəkəlləmunə illə mən əzinə ləhul, la yetəkəlləmunə illə mən əzinə ləhur rəhmənu və qalə savabən. O gün ki, ruh
və mələklər bir səhvdə dayanacaqlar, duracaqlar. Onların bir səhvdə dayanacaqları gün, həmin qiyamət günündən danışır, axirət aləmindən danışır. Deməli, bu kimi ayələrdə Allah Azza və Cəllə yevm sözünü qiyamət günü mənasında, axirət aləmi mənasında işlədib. Və burada gün sözü gecənin müqabilindəki gündüz mənasında deyil və yaxud ay, il müqabilindəki gün mənasında deyil və yaxud da gecə gündüzün məcmusu olan gün mənasında deyil. Burada nədir? Məqsəd zuhurdur. Bir qədər əvvəl dedik axı. Gündən məqsəd zuhurdur. Necə ki Allah Azza və Cəllə Ər-Rəhman surəsi 29-cu ayədə buyurur ki: "Kullu yevmin huve fi şa'nin." Samalarda və yerdə olan hər kəs ondan istəyir və o hər gün bir şə'n və işdədir. Amma burada yevm sözü gün mənasında deyil. Ona görə ki, günün özü də Allahın Azza və Cəllə şuunundan bir şə'ndir, yəni işlərindən bir işdir. Necə demək olar ki, Allah hər gün bir işdədir. Günün özü belə Allah üçün bir iş sadır, bir şə'n sadır. Şə'n yəni iş mənasında. Bəs onda burada yevm sözündən məqsəd nədir? Yəni zuhur mənasındadır. Yəni nə? Yəni qiyamət günü zahir olmaq mənasındadır. Qiyamətdə həqiqətlər aşkara çıxar və zahir olar. Başqa təbirlə desək, yəni qiyamətin günündə bütün dini cəhətlər, bütün mövzular, təvhid olsun, Allahın ad və sifətləri olsun, bütün həqiqətlər, sirlər aşkarlanar, zahir olar, üzə çıxar. Yevmiddin sözündən məqsəd bu ayədə budur. Yəni zahir olar, zahir olan gün, zuhur günü, hər şeyin aşkara çıxdığı qiyamət günü. Məlik sözü haqqında ki, deyirik Məlik Yevmiddin, Təsnim kitabında yenə buyurulur ki, qarilərin çoxu bunu Məlik Yevmiddin kimi qiraət ediblər. Və bir çox müfəssirlər də bu qiraəti tərcih ediblər. Yəni bu qiraətə üstünlük veriblər, Məliki oxumağa üstünlük veriblər. Baxmayaraq ki, buyurulur ki, Məlik qiraəti günümüzdə daha məşhurdur. Və sonra buyurur ki, Məlik milk sözündəndir, Məlik isə mulk sözündən müştəq olub götürülüb. Və Allahın Məlik olması qəyyumiyyət mənasında götürülüb. Yəni mövcudatın qəyyumu mənasında, məxluqatın qəyyumudur. Yəni nə? Yəni mövcudat onun varlığı ilə ayaqda qalıb. Hudusən və bəqaən. Dünyaya vücuda gəlməsi cəhətindən və qalıcılıq cəhətindən. Allahın məlik olması isə səltənət mənasında, nüfuz mənasındadır. Ağalıq, rəhbərlik mənasındadır ki, Allah Azza və Cəllə hər şeyə müsəllətdir. Hər şey onun nəzarəti altındadır. Bu mənaya gəlib. Və o kəslər ki, deyiblər məlik, əsli məlikdir, Məlik Yevmiddin deyilməlidir və o kəslər deyiblər Məlik Yevmiddin deyilməlidir. Biz ötən bəhsdə işarə etdik ki, hər kəsin müəyyən dəlilləri var. Məsələn, Məlik qiraətini tərcih edənlərin dəlili budur ki, deyirlər ki, bu söz, Məlik sözü, gün sözünə əlavə edilib. Məlik Yevmiddin bir zamana əlavə edilib günə. Amma Məlik sözü zamana əlavə edilməz. Məsələn, Məlikul asr deyərlər, Məlikul dəhr, zamanın şahı, padşahı deyərlər. Amma Məlikul dəhr deməzlər. Zamanın maliki deməzlər. Amma buna gəlib cavab veriblər. Onlar ki, Məlik sözünü, qiraətini üstünlük veriblər. Onlar deyiblər ki, bu suala, bu irada bizim cavabımız var. O da bundan ibarətdir ki, zamana əlavə olunmaqda Məlik ilə Məlikin fərqi budur ki, etibari malikiyyətlərdə bəli, bu mümkün deyil. Amma həqiqi malikiyyətdə mümkündür. Ki, bunun inşallah qeyd edəcək həqiqi malikiyyət nədir? Etibari malikiyyət nədir? Yəni, deyirlər ki, siz ey Məliki Yevmiddin qiraətini tərcih verənlər, siz ki, deyirsiniz Məliki Yevmiddin olmalıdır, çünki Məlik zamana izafə olunmur. Cavab verib deyiblər ki, bu etibari malikiyyətlərdə bu cürdür. Zamana izafə olunmaz, əlavə edilməz. Məlikud dəhr deməzlər. Amma həqiqi malikiyyətlərdə bu cür deyil. Və Allah Azza və Cəllə həqiqi məbdə, başlanğıc və həqiqi mənşədir, həqiqi kökdür. Bütün əşyaların məbdə, başlanğıcı və mənbəyidir. Necə ki, Məlik sözü onun haqqında icazəli, dürüstdür, Məlik deyilsin, Məlik sözü də deyilə bilər. Və Məlik
sözünü tərcih verənlər də gəliblər, dəlil gətiriblər ki, niyə görə biz deyirik ki, Maliki Yevmiddindir? Deyirlər buna görə ki, bir səbəb budur ki, Məlik sözü daha geniş bir mənadır, daha geniş bir məfhumdur. Məlik sözünə də Məlik sözündə əhatə eləyib. Məlik sözündə şamil olur. Və burada bir sual meydana çıxır ki, biz bilirik ki, Allah Azza və Cəllə hakimiyyətlər əta eləyib, sultanlıq əta eləyib bəzi insanlara. İstər haqlı olsunlar, istər batıl olsunlar. Bunlar görəsən salih insanlara əta edilən ancaq Allah tərəfindəndir, yoxsa fəsad əhli olan hakimlər də Allah tərəfindən onlara bu mülk əta edilib. Təsnim kitabında buyurur ki, bəli, istər haqq, istər batıl sultanlar olsun, şahlar, padşahlar, hakimiyyətlər olsun, Allahın ətasıdır. Allah onlara əta eləyib. Amma bir fərqlə, haqlı sultanlar, ədalətli sultanlara Allahın mükafatıdır. Amma batıl sultanlara və hökümdarlara Allahın möhlətidir. Allah onlara möhlət verib ki, əzablarını, fəsadlarını artırsınlar, hidayət tapmasalar və Allah onlardan qəhhar və müntəqim olan Allah onları qəhr edib və onlardan intiqam alsın. Necə ki, Quran-ı Kərimin Ali İmran surəsi 178-ci ayədə bu haqda buyurulur. Allah Azza və Cəllə buyurur: وَلَا يَحْسَبَنَّ الَّذ۪ينَ كَفَرُوا أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِأَنْفُسِهِمْ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُوا إِثْمًا وَلَهُمْ عَذَابٌ مُهِينٌ. Kafirlərə biz möhlət veririksə, bu möhlətin onların xeyrinə olmasını təsəvvür etməsinlər. Biz onlara günahlarını daha da artırsınlar deyə möhlət veririk və onlar üçün alçaldıcı bir əzab vardır. Yəni, elə hesab eləməsinlər kafirlər ki, biz onlara möhlət veririksə, bu onların xeyrinədir. Xeyr, biz onlara möhlət veririk ki, günahlarını artırsınlar və alçaldıcı, xar edici bir əzab onlar üçündür, onları gözləyir. Hər bir səltənət, sultanlıq Allah tərəfindən əta edilib. Biz bundan qabaq dedik ki, malikiyyət bir etibaridir, bir də həqiqidir. Malikiyyət deməli iki hissəyə bölünür. Malik iki qismə bölünür və yaxud malikiyyət iki qismə bölünür. Biri etibarı malikiyyətdir, biri də həqiqi malikiyyətdir. Həqiqi malikiyyət də iki hissəyə bölünür. Etibarı malikiyyət nədir? Etibarı malikiyyət insanın məsələn öz evinə, öz əşyalarına olan malikiyyəti kimi. O etibarı malikiyyətdir. Uqəla idi. Uqəla ağıl sahiblərinin nəzərində bu cür malikiyyət var. Bir kəsin pul verib maşın alıbsa, ürfdə insanlar deyərlər bu kəs bu maşının sahibidir. Və bu malikiyyət etibarıdır. Bu gün sənsən bunun maliki, sabah satsan olur başqasından. Başqası həmin maşına malik olur. Təğəyyürə qabildir, yəni dəyişilə bilir. Bu gün səndədir, sabah dəyişildi, oldu başqa bir kəsin. Amma həqiqi malikiyyətdə iki hissəyə bölünür. Bir, həqiqi məhdud malikiyyətdir, bir də həqiqi mütləq malikiyyətdir. Həqiqi məhdud malikiyyət nədir? İnsanın öz bədən üzvlərinin olan malikiyyəti kimi. Öz iradəsi ilə, deməli, öz gözündən, əlindən, ayağından istifadə edir. Bu həqiqi malikiyyətdir. Amma məhduddur. Niyə? Çünki insan özü mövcud olaraq məhdud bir mövcuddur. Məhdud bir varlıqdır. Malikiyyəti də məhdudlaşır, məhdud olur. Amma bir də var mütləq həqiqi malikiyyət. O nədir? O, Allah ki naməhduddur, qeyri-mütənəhidir, Allahda məhdudiyyət yoxdur, malikiyyəti də məhdud deyil, qeyri-məhduddur. Nümunə təfsirində də qeyd ediblər ki, Yevmiddin sözü ki var, Maliki Yevmiddin, bu qiyamət günü mənasındadır. Necə ki, İnfitar surəsi 17, 18, 19-cu ayələrdə buna işarə edilib. Və Quranda 10 yerdən çox yerdə, ondan çox ayədə qiyamət mənasına gəlib. Bəs niyə din kimi tanıtdırılıb, Maliki Yevmiddin deyilib? Cavab olaraq deyirlər ki, ona görə ki, bu cəza günüdür, əməllərin əvəzinin verildiyi gündür. Din də lüğətdə cəza mənasındadır. Necə ki, elə təsnim kitabında da buyurulur ki, din xudu' və inqiyad mənasındadır. Bir müəyyən proqramın müqabilində inqiyad, yəni tabiçilik, itaət və xudu' zəlillik mənasındadır. Xudu' yəni nə? Yəni zul, zillət, insanın Allah dərgahında özünü aciz, kiçik, heç nə bilməsi və itaət etməsi.
müəyyən proqram müqabilində, yəni Allahın qoyduğu qayda qanunun müqabilində. Yəni din sözünün mənası deməli iki qeydlə ərsəyə gəlir. Bir, itaətdir, inqiyaddır və xududur, Allahın huzurunda itaat etmək, zəlil olmaq, kiçilmək, əmrlərinə itaat etmək və bu itaət və kiçilmək və zillət və inqiyad xas bir proqramın müqabilində olmalıdır. Allahın Azza və Cəllə təyin etdiyi proqram müqabilində, Allahın təyin etdiyi kimi. Bir dənə əqaid kitabı var, Əl-Bəbul Hadi Aşər kitabıdır. Əllamə Hilli Rahiməhullah yazıb. Orada deyilir ki, "Və-dinu lüğətənil cəza'u." Din lüğətdə cəza mənasındadır. Cəza bizim bildiyimiz cəzalandırmaq, əziyyət vermək yox. Cəza yəni qarşılıq. İndi istər xeyirlədir, istər məsələn əzabladır. Ərəblər bir-birinə deyəndə cəzakallah bil xeyr yaxud cəzakallah xeyrən. Allah sənə xeyirlə mükafat versin, yəni xeyirlə qarşılıq versin. Din deyir cəza mənasında qarşılıq. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Kəmə tədinu tudanu." Necə sən rəftar edərsən, elə də əvəz alarsan. Və istilahən, istilahda deyir mənası nədir? Huvat-tariqatu və-şəriə və huvəl-muradu huna. Əl-Bəb Hadi Əşərdə deyir ki, istilahi mənası dinin nədir? Yəni din deyəndə əqidədə nə başa düşürük? Müəyyən bir yol, müəyyən bir şəriət başa düşürük. Deməli, qaydaq nümunə təfsirinə ki, orada buyurulur ki, niyə yevmiddin qiyamət günü mənasındadır? Amma burada din günü kimi qeyd olunub. Cavab budur ki, çünki həmin gün cəza günüdür və din lüğətdə cəza mənasındadır. Ən aşkar proqram qiyamətin günü cəza verməkdir. Da orada əməl yoxdur ki, mən düz əməl sahibi olum, səhv əməl sahibi olum və Allah buna uyğun mənə cəza versin. Yox, əməl bitdi artıq. Əməl kitabı bağlandı. Artıq nədir? Cəza, yəni qarşılıq, əvəz almaq vaxtıdır. Və həmçinin deyiblər ki, din sözünün hesab mənasına gəlməsi ola bilsin buna görədir ki, illət zikr olunur, amma məlul, nəticə iradə edilib, nəzərdə tutulub. Niyə? Çünki hesab həmişə müqəddəmdir və illətdir. Cəza isə nəticədir. Sən qiyamətin günündə əgər cəhənnəmə atılacaqsansa, mükafatın, cəzan, əməllərinin qarşılığı cəhənnəm olacaqsa, bu nəticədir. İlləti nədir? İlləti budur ki, hesabdır. Yəni hesab kitab olundun, sonra sən atdılar cəhənnəmə. Bəzi müfəssirlər isə qeyd edir ki, qiyamətin günündə hər kəs öz dini ayinin müqabilində mükafat alacaq. Buna görə ona deyiblər Maliki Yevmiddin, din gününün sahibi. Amma nümunə kitabında buyurulur ki, birinci məna, hesab mənası daha düzgün, daha səhih nəzərə çarpır. Və rivayətlərə müraciət eləyək. Yenə Təsnim kitabında bu rivayətlər qeyd olunub ki, həmçinin Nur Səqələyində gəlib, İmam Sadiq aleyhissalam buyurur ki, Maliki Yevmiddin qalə dedi, Yevmil hisab. Din gününün sahibi, yəni hesab gününün sahibi. İmam Rıza aleyhissalam buyurur ki, Maliki Yevmiddin, din gününün sahibindən məqsəd nədir? İqrarun ləhu bil ba'si vəl hisab vəl mücazat vəl mücazah. Buyurur ki, Maliki Yevmiddindən məqsəd onun hesab kitabı çəkməsinə və insanları diriltməsinə, canlandırıb hesab kitaba çəkməsinə və mücazat, yəni onların əməllərinin müqabilini, qarşılığını verməsinə iqrar etməkdir. Həmçinin Nur Səqələyn təfsirində və Əli ibn İbrahim Əl-Qummi təfsirində qeyd olunur ki, İmam Sadiq aleyhissalam Elhamdülillahi Rabbil Alemin Ər-Rahman Ər-Rahim ayələrini şərh eləyəndən sonra Maliki Yevmiddinə çatanda buyurur, Qalə Yevmiddin, dedi ki, yəni Qalə Yevmil Hisab, dedi ki, yəni hesab günü. Məcməül Bəyanda İslam Peyğəmbərindən sallallahu aleyhi və aleyh bir hədis nəql olunur, buyurur ki, Maliki Yevmiddin, bu ayə ki var din gününün sahibi, deyir, Qalə Cibril, Cəbrail aleyhissalam buyurdu, Mə qaləhə muslimun illə saddaqahullahu və əhlü səmaihi. Hər mömin, hər müsəlman bunu desə, Allah Azza və Cəllə və səma əhli bunu təsdiq edər. Maliki Yevmiddin, din günün sahibinə həmd olsun, bunu təsdiq edərlər. Əl-Burhan təfsirində qeyd olunur ki, Maliki Yevmiddin sözünün mənası Qalə Yevmil Hisab, yəni hesab günü. Və dəlilu alə zəlikə, bunun dəlili nədir? Allahın bu sözü deyil.
Və qalu ya vayləna həzə yevmuddin. Dedilər ki, vay bizim halımıza, budur qiyamətin günü, hesab kitab günü. Saffat surəsi 20-ci ayə. Nümunə təfsirində, həmçinin Nuru Səqələyn təfsirində, həmçinin Bihar Lənvarda bir hədis qeyd olunur. Deyir ki, Kənə Ali ibnul Hüseyn aleyhisselam izə qara'a Malik yevmiddin yukərriruha həttə yəkədə ən yəmud. Buyurur ki, İmam Səccad aleyhisselam Quran oxuyanda, Malik yevmiddin ayəsini oxuyanda onu o qədər təkrarlayırdı ki, az qalırdı dünyadan geçsin. Əs-Safi təfsirində, həmçinin İmam Həsən Əskəri təfsirində aleyhisselam, İmam Həsən Əskərdən qalan təfsirdir. Orada buyurulur ki, əkyəsul kəyyisinə mən həsəbə nəfsəhu və amilə limə bə'də əl-maut və amilə limə bə'də əl-maut. Deyir ki, insanların ən zirəngi, ən zirək insan o kəsdir ki, özünü hesaba çəkir, mühasibə edir, hesab kitab edir. Niyə belə etdin, niyə belə etmədin? Və amilə limə bə'də əl-maut və ölümdən sonrakını əməl edir. Ölümdən sonra hesab kitab olunacaqsan, sən çalışmalısan, yaxşı rəftar edəsən, yaxşı əməl edəsən ki, ölümdən sonra da işin yaxşı olsun. Yəni cəhənnəmə yox, cənnətə gedəsən. Və əhməqul həmqa mən ətbəə nəfsəhu həvahu və təmənnə aləllahil əmaniyyə. Deyir və axmaqların axmağı, yəni ən axmaq insan odur ki, öz nəfsini həvasına tabe elətdirir, öz nəfsinə uyur və Allahdan da nələrsə təmənni edir, arzu edir. Yəni, ən zirək insan odur ki, öz nəfsini hesab kitaba çəkir. Ölümdən sonra olan şeylər üçün əməl edir. Öldün, hesab kitab günü başladı, sorğu suala çəkildin. Həmin gün üçün, ölümdən sonra üçün bu dünyada ölməmişdən qabaq əməl edirsən. Əməl edirsən ki, o dünyada işin rahat olsun və inşallah behiş dəhli olasan. Amma ən axmaq insan, axmaqların axmaq odur ki, nəfsinə tabi olur, nəfsi istəklərə tabi olur, amma yenə də Allahdan nəsə bir şey umur, arzu edir ki, nəsə işi yaxşı olsun. Və bu ayənin təhlilinə gələndə, i'rab cəhətindən, bu ayədən qabaq nə buyururdu? Deyir, Ər-Rəhmanir-Rahim. Bu ikisi məxfulan deyiblər buna. Yəni məcruran, ikisi də məcrur idi, necə ki dedik. Çünki lillah sözü ki var, Allah sözü, ləfz-ü cəlaliyə, nə't idi, sifət idi. Bu ayədə də məlik sözü, i'rabı budur ki, sifətdir. Ləfz-ü cəlalənin növbəti sifətidir. Əlhəmdülillah ki dedik, Allah sözü var orada, ləfz-ül cəlalə, onun bir sifəti Rəbb idi. İkinci, üçüncü sifəti Ər-Rəhman, Ər-Rahim idi. Dördüncü sifəti məlikdir, məliki yevmiddin. Ona görə də məzrur oxuyurlar. Məliki oxuyursan, məliku, məlikə oxumursan. Niyə? Çünki sifətdir, sifət də nəətdir. Tabedir öz mətbusuna, yəni mövsufa, həmin o Allah sözünə, o məcrurdur deyə bu da məcrur olub. Allah sözü niyə məcrurdur? Çünki deyirsən, axı, əlhəmdülillah, ləm hərfi cərrinə görə məcrur olub. Cər əlaməti də kəsrədir. Ki, deyirsən, məliki yevmiddin, məliki i deyirsən, u demirsən. Yevmiddin sözü də təhlildə deyiblər ki, e'rabında məlik sözü izafə olub, əlavə olub nəyə? Yevm sözünə, yevm sözü mudafun ileyhdir, o da məcrurdur. Cər əlaməti də həmin o kəsrədir, axırında zahir olub. Ərəbcə desək belə deyirik, və aləmətu cərrihil kəsrətu əz-zahirətu alə əxiril kəlimə. Cər əlaməti kəlmənin axırında zahir olan kəsrədir. Özü də həm muzafun ileyhdir, çünki məlik söz ona muzaf olub, izafə olunub. Həm də mudafdır, nəyə nisbətdə? Özündən sonra gələn sözə nisbətdə, din sözünə nisbətdə. Din sözdə mudafun ileyhdir, məcrurdur və aləmətu cərrihil kəsrətu zahirətu alə əxiril kəlimə. İnşallah Teala Məlik Yevmiddin ayəsini burada elhamdülillah bitirdik. Velhamdülillahi Rabbil alemin. Və sallallahu ala Muhammedin və alihi tahirin.